Təhlükəsizlikdən keçib hara gedirəm? İtaliyaya. Bu bizim Lampeter aeroportunun duty freesidir. Burada bir iki dənə duxu vuraq özümüzə. Pulsuz olan şeylərdir. Bu qəşəngdir. Yves Saint Laurent. Armani. Əla. Qəşəngdir. Pulsuz duxu. Satıcıya bak, baxır gülür. Hello. Hey. Uçuşum 20A'dadır. 20A'da qabağdadır. Tanış oradandır. Giririk buradan. Gəlirik. Buradan keçəcəyik. Gedəcəyik İtaliyaya. Sadəcə maraqlısı odur ki, İtaliyadan gələnlər normalda Avropa içi olduğu üçün yoxlanış olmur da. Onlar hamısı o tərəfə gedib oradan yoxlanışdan keçib gəlirlər. Yəni normalda Avropa içində pasport kontrol olunur. Amma bəzi ölkələr var ki, oradan keçəndə pasport kontrolu mütləq soxurlar. Halısı odur ki, qaydanda heç vaxtı pasport kontrol olmur da. Yəni İsveçi tərk eləyəndə sadəcə bileti vurursan, gedirsən, səndən pasport istəyən yoxdur. Amma İsveçə gələndə adamın tumuşun rənginə kimi yoxlayırlar. Hara gelirsən, niyə gedirsən? Yəni. Sonucu bu çanta kimindir? Yaşlı adamlarda heç bir tapanmıyor. Çünki çanta kimindir? Əl çantası ilə gəlirdi yəni. Bu əl çantasını qoymağa yerləri olmur. Ən yaxşısı nədir? Və mənim kimi belə kürək çantasında gəlmək. Vəssalam. Belə dolu samolyot, yəni hər zaman görsəm belə tanıdım. Dolu. Bu bizim kapitanımızdır. Oradan peşələnir. Gəldik, çatdıq. Bu təyyarə də təzə gəldi, düşdü. Bizim təyyarə də budur. Balaca aeroportdur bura, çox balaca aeroportdur. Aha, təyyarənin biri də gəldi. Dəhşət səsi var yəni belə bir səsi ilk dəfədir. 3 samolyot eyni anda gəldi. Biri bu bizim təyyarədir. Bu, bir də bu birisi. Maraqlıdır. Niyə? Niyə də yəni, niyə? Niyə axı? Bu aeroportda heç vaxt olmamışam, ilk dəfədir. Aeroport balacadır. 3 dənə cəmisi bagajı götürməyə yer var. Bagaj adelindən sonra da çıxırsan hər yerdə. Exit hardadır? Avtobus, exit burada. Düz qarşı tərəfdə. Mən indi maşın kiralamışam, gedib maşın götürüm. Görüm indi hardadır hələ. Onu tapmaq lazımdır. Hava 1 dərəcə istidir. Current səhv eləmirəmsə o tərəfdə olmalıdır. Xəritədə baxmışdım. Birent. Gedib indi mən öz şeyi tapmalıyam. Görüm hardadır. 21 dərəcə isti, amma sevindirdi də konkret. Əladır. Əladur. Şey balacadır. Aeroport balacadır. Çağlayar aeroportu. Mən maşın kiralamışam, amma maşın kiraladığım yerin ofisi yoxdur burada. Bəzi böyük şirkətlərdə, məsələn deyək ki, Eurocardır, nə bilim, Car Rental, bəzi qlobal böyük şirkətlər demək olar ki, aeroportların içində ofislər olur. Amma mən biraz kasıb variantı bir şirkətdən sifariş eləmişəm deyənə, Citroen sifariş eləmişəm. Bunun da ofisi yoxdur. İndi gedirəm ofis axtarıb tapmağa ki, görüm bunlar maşını hardan mən götürə bilərəm bir sözlə. Görək indi başımıza nə gəlir. Dalşı. Ada olmağına baxmayaraq, Qatarda var, Rent-A-Car da var. Yəni işarəni tutub gedirik. İndi görək. Hə, buradadır. Hertz parkingin içindədir. Okey. Demək ki, parkingin içindəymiş. Ne buradadır? Evropa, Burjet, Avis. Bunlar hamısı parking maşınlar. Daha doğrusu bunların hamısı şey şirkətlərdir. Rent-A-Car şirkətlərdir. Driv Alia'dan götürmüşdüm mən keçən səfər.
Sicilli Baykar. O da var. İndi mənim götürdüyüm şirkəti tapmaq lazımdır. Hardadır? Bəlkə də ikinci mərtəbədədir, bilmirəm ki. Məndə sıvıcı olmalıdır. Deyəsən buraymış. Yaxınlaşım xanıma. Buradaymış. Ofisləri buradadır. Maşınları buradan gəlib götürürsən, təhvil verəndə də o tərəfdə təhvil verirsən. Aha, əla. Maşını götürdüm, açarı buradadır. Amma normalda həmişə mənə kağızlar verirdilər. Sığortanın kağızı, nə bilim şeyin kağızı, maşının öz kağızı. Belə heç nə vermədilər indi. Ola bilər application'ınız app'ın özündə olsun. Gedək görək maşın hardadır, maşını tapın. Maşınların arasından axtara-axtara gəlirsən, səni axtara-axtara tapdım deyə buradadır. Əgər bunun işığı yanırsa, demək ki bu maşındır. Aha, все. Maşını tapdıq. İndi qaldı, sığortaladım ki birdən cızıb eləsələr, bir şey olmasın. Bunu çəkirsən, çəkəndən sonra yaxşı-yaxşı saxlayırsan, göstərirsən ki, bax, heç bir cızı yoxdur, tərtəmiz təzə maşındır. Ona görə də birdən cızığı zadı olanda səni yükləməsinlər. Mütləq, bax, belə videoya çəkirsən, altını, üstünü, hər yerini ki, birdən nəsə cızığı olar, hardasa nəsə qopar, hardasa nəsə heç nə. Tərtəmiz gül kimi 3 günə nə qədər ödədim? 60 avro bu maşının kirasıdır, 37 avro da sığortasına. İnşallah birdən də parkingdə hansısa xiyarın biri gəldi, cızdı. O zaman stres eləməyəsən də, səndən 300-500 avro pul almasınlar. Mexanikadır. Mexanika olmağı bilməm, yaxşıdır yoxsa pis. Çünki çoxdan da mexanika sürmürəm. Çoxdan da avtomat sürürəm. Ay brat, indi görən nətər olacaq, bilmirəm. Nəysə, yavaş-yavaş görək necə olur. Qayalığı oyublar, onun altında parking düzəldiblər. Və bunun altı parkingdir belə. O tərəfə düşür. Sadəcə, mən indi parkingdən çıxmışam, bilmirəm hara gedim. Amma belə yerlərdən gedirəm. Yəni, bu yol hara aparacaq, niyə, nə üçün? Mən hara gəlib çıxmışam? Mənim burada nə işim var, adama deyərlər. Maraqlıdır. Oy. Burada belə bir bina var. Aha. Buranın yanına gəldim, çıxdım. Demək ki, buradan da nəsə yuxarı çıxa biləcəm. Prosta sadəcə məndən başqa adam yoxdur. Axı niyə? O maraqlıdır. Bu yol hara gedir? Nə var burada? Yuxarıda da. Nəysə, gedim görüm bu hara gedir, qardaş. Bu nədir belə? Buradan pləkanla getmək olur. Lift işləyirmi? Zırt işləyər. Lift hara işləyir? Lift ilişib qalıb orada. Yox, işləyir. İşləyir, ola gəlir. Özüm ölüm. Gedir oradan, nəsə gəlir. Aha. Nə gözəl. Nə gözəl. Çölün ortasında liftin işləməyi məni şaşırdı. Ay brat. Aha, bunlar da gəlirlər. Yavaş-yavaş qalxırıq. Düzdür, buralar çirklidir. Amma çox maraqlı görsənir də, belə həyəcanlı görsənir. Zəlzələ olsa, yəni mən 40 metr hündürlükdən gələcəm təpəsi aşağı da. Gör nəyi düşünürəm. Olo! Allah qıdan elədi, əsli. Olo! Ola dayandı. Buna bax. Yox, dayanmadı. Qalx, qadan qalaram sən. Məndə ağıl yoxdur axı, mən bura niyə minirəm ki? Açıl simsim, açıl. Fu. Bu nə hissdir, bu nə cür duyğudur, bu nə cür interesante. Oyda, buralar gözəliymiş ki. Buna bax. Nə qəşəng. Nə gözəldir, nə qəşəngdir kəndimiz. Gözəliymiş ha bura, sevdim. Aşıq oldum. Yalanlı. Allah, buna bax bir dənə. Buranın altı, bütün. Yox, o deyil. Neyse, buradan qaçım gedeyim. Mən ən yaxşısı dong. Bunu hansı ağılla tikiblər, belə eləyiblər. Amma bu cür qayalıqların üstündə olmağını çox bəyəndim. Çox xoşuma gəldi. Konkret buradan tarix yağır. Hani
O tarixin möhtəşəmliyini hiss eləyirsən buradan. Bir suyu da Bakıya oxşadı belə. Suyun qırağında. Nəysə, çox bəyəndim buranı. Dəli kimi tək gəzirəm, o sözsüz. Hə, maşınla da bura gəlmək olarmış, sən demə. Amma olsun, maşını kimdir bura sürən? Çox adam var. Qala divarının bir hissəsiymiş bura. Möhtəşəm bir şeydir də, hündürdür. Bunu indi sabahları gəlib gəzəcəm. Çox güman ki, indi bağlı olacaq. Qarşıda da belə interesli yeri var. Yəni, buralar məsələ belə interesli yerlər oxşadı. Hələ buna var. Oy. Bunu da açıb oxuyacam ki, bunu nə vaxt tikiblər, nə vaxt yaradıblar. Qala divarının bir gülləsinə bax. Əclaflar, İtalyanlar tarix yaradıb, yəni. Sözün əsl mənasında. Niyə siqnal verirsən? Ay başıma daş düşsün sənin. Hə? Mən də orayla gedim, görüm bu qala divarı hara gedir. Bura təpənin üstüdür deyənə, bax, o qala divarının içindən o tərəf dənizdir. Burada da görüm, sadəcə bir pis şey var ki, piyada keçidi yoxdur. O vaxt insanlar, qədim insanlar düşünməyib ki, buradan biz piyada olaraq gəlib keçəcəyik. Oy. Buranı işğal eləmək olar. Buna bax bir dənə. Bu başqadır da, bu başqa bir dünyadır. Bu başqa bir aləmdir. Buna bax. Qayaların ortasında tikiblər. Şəhər salıblar da qayaların ortasında. Buna bax bir dənə. Əl-tarixi Cəbəllüdür. Allah, mən bura aşiq oldum, yəni. Mən hər getdiyim şəhərə belə aşiq olmuram, ha. Gedim o birisi tərəfinə keçim, görüm orada nə var. Hələ buradakı mənzərəyə bax. Oha. Bura nə müthiş yermiş, nə yaxşı bura gəldim. Buna bax, hələ qayaların üstü. Vav. Güzel. Buranın tarixiliyi, tarixi şəhər olmağı küçələrin quruluşundan, arxitekturadan çox bəlli olur. Belə qayaların üstündə salınıb. Bilmirəm, aşiq oldum bura. Çox xoşuma gəldi. Düzdür, çox köhnədir, həddindən artıq da, yəni restavrasiyaya bayağı ehtiyacı var, amma sanki böyük bir tarix gizlənir burada. Gedim görüm o tərəflərdə nə var. Acından ölürəm ki, bizə buna bax, oyda. Orada da nəsə tarix yatır. Dedim şəhərlərin heç biri bu qədər hündür olmur. Burada bayağı 3-4 mərtəbəli binalardır. Amma hiss olunur ki, bura ticarət mərkəzinin üstündə olub. Çox zəngin olub. Yəni, həmən hiss olunur ha. Çünki divarlar qalın, belə möhtəşəmlik var. Düzdür, indi İtalyan iqtisadiyyatı çöküb, amma Roma tarixindən, yəni bəlkə də 1000 il, 1500 il bundan öncəyə geçsək, buralar dünyanın ən inkişaf etmiş şəhərlərindən biri olub da bəlkə də. Buraları çox sevdim. Çox. Bu cür mənzərəni hər yerdə görmək olmur da. Binaların qədimliyi, küçələrin darlığı məni məndən alır. Bir də möhtəşəm binalardır. Nə var? Bunlar hamısı qala divarlarıdır. Bax, prosta indi. Biz də qala deyirik də, Qız qalasına qala deyirik.
Görkəmliyinə bax. Rənglər, işıqlar. Hündürlüyünə bax hələ. Wow. Sevdim buranı. Uşaqlar rep deyir. Rep deyirlər, nə? Bizimkilər meyxana deyir, bunlar da rep. Ümumilikdə buranı çox bəyəndim. Yəni mən belə təsəvvür eləmirdim, bilmirəm. Bunlar hamısı zənginliyin. Aa, düşüm aşağı o zaman. Buradan aşağı. Özümə gedim bir dənə. Aha, mərkəzə gəldik, çatdıq. Bura. Burada 100% restoranlardan zatdan olacaq. Bir şey tapım yiyeyim. Maşını park elədim burada. Mən gedib heç vaxt normal otel falan götürmürəm də, yəni. Harda əcaib qəraib yerlər var, onu götürürəm. İndi bir otel book eləmişəm. Otel götürmüşəm. Oteldəki bax belə bir şeydir də. Yazıb ki, get özün axtar tap. B qapısını tapacağam. Yaxşıdır ki, pulsuz parkingi var. B qapısını tapandan sonra ikinci mərtəbəyə çıxıram. 6 K-box var, koddakı 3706 za. Yəni hoqqadır da, hoqqa. Pastayanla gedib hardasa nəysə axtarıb tapmalıyam. Bura B qapısıdır. Çıxıram ikinci mərtəbəyə. Aha, bura açıqdır. Maşını bura əlillər üçündür. Maşını da gətirim yaxında park eləyim də. Niyə gedib orada park eləmişəm ki, adama deyərlər. Hə? Gətirim yaxına. Maşını çəkdim yaxına. Niyə uzaqda qalsın ki? Hə? Niyə? Axı niyə? O güzgüdür. Allah elə bildim Elvindən biri də var burada. Sən demək güzgüymüş. İkinci mərtəbəyə. Lan liftin ama bir dənə interesandır. Gəlsin görək lan liftə hara gedir. Lift necə yerlədir? Aa. Düzdür kamera şey. Oo. Dayanmağa zada var qəşəng. Açıl görək simsin. Açıl görək mənim balam. Ne oldu? Bunun işığı hardan yanır? Aha, işıq buradan. İndi mənzili tapmaq lazımdır. 1-6. Aha. Burada da bir dənə işıq yandırar. Oh! Shit. Cəmaatın zvanokunu bastım hətta. İndi kimsə çıxsa heç nə bir avırçılıq. Tak. Məndə neçənci mənzildir? Deyəsən boşdur. Flor 2-ci mərtəbə, K6. 6-cı mənzildir məndə deyəsən. Çünki orada yazıb 6-cı K-box. Aha. Kodu 3706. 3706. Mal uşağı mal. Kodun dəyişmədilər. Normalda bunu dəyişməlidirlər. Fikir verir 3706. Biz dəyişməyiblər. Neysə. Nətər açılır o? Aa, bunun açılmağına var bir dənə. Aha. Allah, safe qapısı belə açılmır da yəni. Aha. O da öyle yani. Aha. 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 Hə, iyi pis deyil, yaxşıdır. İyi pis deyil. Dayanıyorum. Normalni. O ki qoxu pis gəldisə, demək ki ora burada işıqlar nətər ya? İşıq yanmır. Hə? Olanmaz. Olanmaz işıq yanmasın. Aha. Amma onun tualet pis deyil, yaxşıdır, bəyəndim. İtaliyada sevdiyim bir şey var ki, tualetdən əlavə belə arxanı yumaq üçün xüsusi. Prosta ki, buranın işığı niyə yanmadı? O mənə
Mərəqli gəldi. Aha. Aha. Yandı indi. Sən demə beləymiş. Sən demə beləymiş. Pis deyil, qəşəng. Hələ televizor da var. Hələ çay da var. Kakras çay. Kuxnası. Normalni. Düzdür, bunlar lazımsız şeylərdir. Tipa mən otel olaraq sipariş vermişəm. Amma yenə də. Oba! Baxaq görək burada nə var? Orada da şeydir. Pis deyil. Deyim, maşın da orada. Kəkres. Dererim, dererim, dererim. Dererim, dererim. Burada oturdun, sigaret çəkdin. Amma mən sigaret çəkmədiyim üçün mənə o lazım deyil. Amma ev çox istidir. Üçün biraz havası dəyişsin. Hələ bilan portretlərinə bax. Geydirmovski. Nəysə, pis deyil. Gələməm, nə olur, anda yox bir daha. Dronla. Orada dağların başında. Orada da o. Orada. Böyle çox qədimi bir şey var, onu çəkəcəm. Las Palazzas veya Marmilla qalası. Las Palazzas bələdiyyəsi ərazisində yerləşən 10-15-ci əsrlərə aid Arborea krallığının qalasıdır. Ümumilikdə 1172-ci ildə tikilməsi nəzərdə tutulur və ya 1409-cu ildə də Sandoril döyüşündən sonra qəti şəkildə Sardiniya krallığının hökmranlığına keçir və bir neçə əsr də o hökmranlıqda və yaxud da Sardiniya krallığına aid fəaliyyət göstərsə də sonradan tərk edilir və indi hal-hazırda da illərlə, əsrlərlədir, 500 ildən çoxdur ki, tərk edilmiş bir qaladır bu görünən hissəsi. Bu cür tərk edilmiş qalalardan bir neçə dənədir. UNESCO-nun nadir incilər və yaxud da dünya inciləri siyahısına daxil olunub. Səhərdən bizim gidimiz izah elədi. Güya bura qala olub və ümumiyyətlə burada tapılan nadir əşyalardan karbon 14 analizi götürülüb və o təxminən eramızdan əvvəl 1457-ci ilə təsadüf edir. Orada çox maraqlı bir şey var, onu göstərəcəm sizə. Tipa bu güya qaladır. Mənə elə gəlir ki, bu qala deyil. Bu sadəcə dini bir məbəd olub. Sadəcə qala formasında tikilib görünür ki. Çünki niyə haqqında daha geniş növbəti videoda. Çünki Sardiniya adası həddindən artıq çox uzun alınmasın deyənə məbədin tam içi, tarixi, görünüşü, çox möhtəşəm videoları növbəti videoda görə bilərsiniz. Sevdim buranı. Sevdim. Ümumiyyətlə buranın adı nədir? Cagliari. Cagliari Sardiniya adası. Cagliari şəhəri, Sardiniya adası. Bura belə təsəvvür eləmirdim. Amma sən demə, tarixi həddindən artıq çox zəngindir və sadəcə İtalyanların və ya Romalıların deyil, Romalılardan öncəki tarixdə çox zəngindir. Yəni, buranı elə bir ki, 2 qat, 3 qat zəngin eləyir. Ta qədim insan məskənlərindən tutmuş, Romanın bugün insanlığa, tarixinə buraxdığı incilərə qədər. Nəysə, gedək başqa bir yerlərə. Burada hündür sıra dağlar. Mərəqli yerlərdir, çox. İtalyanların sevmədiyim bir cəhəti var. Bax, məsələn, tək palasadda keçmək olmaz, düzdür. Normalda 70-ləndir. Bax,
Mən də hələ 83 ilə gedirəm. Bax, xiyarın biri gəldi mənə keçdi. Yəni tək balasada. Yəni çox dəli kimi sürürlər də, çox dəli. Lazım deyil də, nəyə lazımdır, hə? Bax 70-lik yoldur. Bax 70-lik yoldur. Hə, mən də 84-ləm. Mən hələ qayda pozuram. Gəlir 100-lə məni keçir. Bir də keçəndən sonra da məsələn sağda çıxış olur, ora keçir. Buna bax. Bax zibilləri atıblar bura. Yəni İtalyanlar hayf sizdən, hay İtalya. Hayf. Hayf o Roma'nın məşhur tarixi, insanlıq, hər yer plastik. Belə olmaz. Bu bir mədəniyyət göstəricisi deyil. Çok şey yaşadım, çok şey Buralar çox gözəldir. Lan kendime kaç kere söyledim. Lan kendimi kaç kere söyledim. Ben derdimi kaç kere Hay! Bir gerçeğe yaklaşmadı diye içimde. Buralar çox gözəldir yəni. Sıldırım qayalar. Oh my god. Və perevallar. Oh my god. Мое притяжение. Interesante. Ay bırak, ay bırak. Gəldim, çıxdım bura. Deməli, burada belə bir işarə var ki, giriş qadağandır. Amma deyəsən, sadəcə şeylərə qadağandır. Adi maşınlara yox, karavanlara qadağandır. Buralar da çox gözəldir və möhtəşəmdir. İnanılmaz. Yəni, gedim indi o qayaların üstünə çıxım. Sən demə gəlmək olurmuş, çünki burada Avstriya maşını. Avstriya nömrəsidir. Burada Alman nömrəsidir. Yəni, bu mənim sürdüyüm maşındır. Yəni, parking var imiş. Bir suyu, dağları ağ suya oxşuyur. Belə sıldırım qayalar, amma buradakılar daha hündürdür. Daha belə möhtəşəmdir. Burada parkingdir. Maşını bağlayayım. Getdik. Bir dənə də oradan drone uçurdum belə. Oy, 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 oy. Oy, 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 oy. Buralar gözəldir ha. Adı nədir? Porto Flavia. Flavia. Nəsə ondan. Qalxım yuxarı. Hamı belə kaska geyinir ki, başımıza bir şeylər düşməsin. Görək. Do this. Do this. Uşaqlara bax. Maraqlı bir cəhət var. Məktəbdən uşaqları bax bu cür yerlərə gətirirlər. Tarixi yerlərə və bunu hamısını məktəb təmin eləyir. Burada təbii ki bir məktəb yoxdur da. Mən dağların başındayam. Göründüyü kimi. Amma görürsüz, İtaliyada, İspaniyada təhsil uşaqları mindirirlər avtobusa, gətirirlər yüzlərlə kilometr. Uşaqlar bəlkə də İtaliyanın hansısa şəhərindən gəlib soruşmadım. Gərək soruşardım. Gəlirlər, əylənirlər, gəzirlər, gözləri ilə tarixi görürlər. Kitabda vərəqlərdən oxumurlar. Yəni sözün əsl mənasında həm eşidirlər, həm də o hissləri yaşayırlar ki, insanlar nə qədər əziyyət çəkib bu deyək ki, mədənlərdə müxtəlif mineralları daşımaq üçün. Yəni buralar çox gözəldir. Çox sevdim buraları. Bir buna bax. Oh my god. Qaldığım oteldən hardasa 20 dəqiqə məsafədə şey var. Grotta. Nə deyirlər ona? Mağara. İndi mağaranın içini gəzməyə gələcəm. Baxıram ki, cibimdə 20 euro pul var da. O 20 euro da demiyorlar ki, bura gələndən 3 gündür cibimdədir. Burada demiyorlar hər yerdə kartla ödəniş var deyənə. Çox rahatdır. Almaniyada elə deyil. Almaniyada zəhlə tökür yəni. Çox yerdə ödəniş nağdı pullandı. Bileti aldım. Bilet 13 avrodur. Başqa insanları çəkməyi sevmirəm deməzdəyim.
Yəni istəmirəm çox çəkim. Çünki məsələn gələcəkdə də bir dənə baxdı, şikayət elədi, avtomatik o demək ki, o boyda video silinməlidir. Ona görə ən yaxşısı həmişə çalışıram ki, özümü çəkim. Bunlar da burada dırmaşırlar qayalara. Bekardırlar sənin. Hə, hər yerdə bax üçün yenə də bilet ödədim, amma bileti ödəyəndə yenə kartla ödədim, nağdı ödəmədim. Bura məsəl üçün Sardiniya adasıdır. Adanın içində düz adanın ortasındayım da demək olar ki. Yəni turistik bir yerdir, düzdür. Bura turistik yerdir də. İndi turistlər gəlir, plus deyək ki, İtalyanların özləri gəlir, məktəblilər gəlir. Amma yenə də hər yerdə Liboy kafedə ən belə xırda bir dənə çıxılı bir kafe olsun, orada belə kartla ödəmə olur. Almaniyada yox, Almaniyada zəhlə tökürük yəni. Gedirsən, kartla ödəmək mümkün deyil. Yəni burada iş görürlər. Yol bağlıdır demək olar. Yəni, kartla ödəmək mümkün deyil. Yəni ilişib qalırsan ki, bu nədir də? Məsələn, yemək sifariş edirsən, deyir, yox, bizdə kart ödənişi yoxdur. Nağdı ver. Gedin Oppanın da buradan belə şey olar. Ona deməkdir, nağdı ver. Niyə də yəni? Çünki vergidən yayınmaq üçün hər şey nağdı eləyirlər və istəmirlər. Ona görə də çox çətindir. Yəni, məsələn, Almaniyada yaşayan üçün okeydir. Çıxardır nağdı pulu, başlayır nağdı pulla deyək ki, hərəkət eləməyə. Amma mənim üçün olmur da, gedib kartdan pul çıxardan. Orada nəsə üstü çıxır. Nəsə yandırıblar. Təbiətə zərər verirlər, bax. Orada içəridə nəsə yandırıblar, zibili yandırıblar, nə yandırıblar? Hə, yox, peçi yandırıblar, şeydir. Sobanı yandırıblar. Orada soba var, sobadan çıxır üstü. Qabağıma qara pişik çıxdı. Pişik necə sana pişik? Nə var, nə yox? Hə, bu üstü bizi boğar ki burada. Bura mənə şeyi xatırlatdı. Azərbaycan sayağı, Azərbaycanda da belə yerlər var. Qubada, İsmaillidə belə kafelər var. Xoşum gəldi lab. İtaliyanın mərkəzində Sardiniya adasında buna bax. Kafenin girişi oradandır. Oradan belə gəlirsən, qəşəng. Oturursan burada şeyin altında, çadırın altında. Düzdür, çox yaxın qoyublar da stolları. Amma yəni Azərbaycan sayağı oldu lab bura. Orada da hələ nəsə var, yol var. Grotta. Gedim görüm bizim o mağaramız hara gedir. Oy. Gedən yol var belə uzun pilləkənlərdən və bir tanesi cığır var. Mağarasında müxtəlif növ heyvanlar var, bir-birlərini yiyən. Əsas odur ki, yarasa da var, sıçan da var, hörümçək növləri, soxulcanlar. Qaroçi, hər şey var. Burada girişi. Görən məndən başqa özü ilə kayf tutan, özü ilə zaman keçirməkdən həzz alan ikinci insan var. Həqiqətən maraqlıdır. Hərdən özümə sual verirəm ki, məndən başqa kim var görən? Özü ilə belə zaman keçirsin, darıxmasın, ləzzət alsın. Yəni, ona görə mən heç vaxt cüt olmayacağım. Çünki təkliyimdən kayf duram, ay bura! Ləzzət sənə, özüm üçün yeyirəm, içirəm, gəzirəm. Lazımdır mənə. Görürsən, hələ bir dənə də VSB ola. Atasan. Əcələ, ay əcələ. Mən indi həm video çəkirəm, həm ay həcələr, ay həcələr, ay həcələr.
Bunlar niyə belə eləyirlər? Ay həcələr, ay həcələr, ay həcələr. Ay həcələr. Romantичныйdir, romantичный. Gözəldir buralar. Buraları çox sevdim. Sardiniya adasını çox sevdim. Seksualni, romantikni, güzəllik, normalni, qiymətləri qəşəng. Görməli o qədər çox şeylər var. Yəni 3 gün, 4 gün, daşı bir həftə. Sezonda gəlsən dənizlə 10 gün belə bəs eləyər. Çox qəşəng, çox gözəl, gözəl. Sevdim yəni, sevdim. Əlasan. Əlasan Sardiniya. Belə davam elə. Ay, yetim gözlə. Eşşək. Ay eşşək. Ay. Ara tələsirsən, ay. Körpün üstündən keçdim. Körpü də orada bir nəfər idi, bir də maşınlıq. Eşşəyin oğlu gəlir. Özə yerli cəmaat idi. İtalyanlar çox eşşəkən maşın sürürlər. Sevmirəm, zəhləm gedir. Olmaz, yəni. Lazım deyil, bu cür streslə. Mən məsəl üçün maşın sürəndə kayf tutmağı xoşlayıram. Sakit, ləzzətlə, yəni. İtalyanlar bizə necə, harasa tələsir. Nə olur? Nə olur? Hara tələssən? Adadır da bu. Hər tərəfi zudur. Hara tələssən? Hara yedisən? Qəşəngdir, qəşəng. Gözəldir, bax. Kaktuslarımız da var. Yaşıllıqlar, gözəlliklər. Mən buradan deyəsən dönəcəm. Dəlsən mən buradan dönəcəm. Dəlsən. Yollarından da danışım. Yolları belə də yəni o qədər də super deyil, amma biraz dağınıq fasondur. Düzdür, çox da bərbad deyil. Bir balaca normaldır, amma şeydir də, yəni İsveçin yolları kimi deyil, kələ kötürlü. Yəni hiss olunur ki, köhnə asfaltdır, illərin asfaltıdır. Amma yəni yenə də normal gedər. Məsələn 70'lik, 80'lik yollardır. Belə. Bir şey var ki, hər tərəf yamyaşıldır. Yaxşıdır. Məsəl üçün heyvan yoxdur, yola çıxmır. Deyək ki, nə bilim, bizdə həddindən artıq çox heyvan var. İt pişik deyəcəkdim, ala İsveçdə it pişiyi nə gəzir? Tülkü, dovşan, ceyran. Burada məsələn yoxdur məncə. Yəni belə. Romantikliyin pikini yaşayıram, değil mi? Su görən necədir? Gedim ayaqlarımı salım suya, ay brat, ay brat. Dəh. Buralar çox gözəldir. Çox. Allah buraya otelde kalmıştım. Geçen yerdədir. Bura turistikdir. Burada insanlar zəqər alırlar, çimiyorlar, çimişirlər. Dənizin rəngi əladır. Buranın qumu qəşəngdir. Beyaz suyu da süper görsən. Eğer orada bir tane tarihi bina var. Nədirsə. Maraqlı yerdir bu adanın bu birisi hissəsi. Buranın adı Nora'dır, Nora. Bu kilsədir deyəsən. Gəldim, çıxdım belə bir maraqlı bir yerə. Düz dağların başıdır. Orada da bir dənə qala var üstə. Teras restorandakı super. Bak, restorana var. Burada bir dənə restoran var. Böyle bütün şəhər görsənir. Qəşəng. Restoran da əla yerdə. Sadəcə oturdun orada bir dənə romantikni. Çaydan zatdan içdim, södə. Tardı.
Buradan da bütün şəhər görsənir bax belə. Ən başda isə, ən maraqlısı isə bu qaladır. Maraqlı bir qaladır. Ətrafı da su olub. Amma düz dağların başındadır da yəni bu qala. Çox qəşəng yerdədir. Zaten buradan demək olar ki, hər şey görsənir də. Əgər gəmilər falan gələrsə, düşmən hücum eləyərsə, buradan hər şey çox aydın görsənir. İçərisi o qədər də zamanım yoxdur. 1-2 saatdan sonra gedəcəm mən. Ona görə yəni dron qaldırım, dronla da ümumi mənzərəni götürüm, pisiyo. Küləyi vardı yəni, biraz streslə uçurtdum, amma uçdu, yaxşıdır. Başına bir quruq fırlandı. Elə sən deyən böyük qala deyil, çox balacadır. Amma içini gəzmək məncə maraqlı olar. Bəzi yerlərdə elə bir ki, authorization lazımdır, özünü təsdiqləmək lazımdır. Burada da onu istədilər məndən. Təsdiqləyəndən sonra ona görə biraz zaman aldı. Nəysə, indi gedim şəhərin əsas hissəsi, o hissə dağların, təpələrin üstündədir, qədim hissəsi. Oranı başlayım çəkməyə. Məncə orada da dron çox maraqlı alınacaq. Ümumiyyətlə, buralar çox gözəldir. Buna bax, görüntüsü göz oxşuyur.